Salam, heç fikirləşmisiniz, bir cəmiyyət əsrlər boyu işləyən qaydalarının necə olur ki, birdən-birə kənara atıb tamamilə yeni bir sistemə keçir? Baxın, bugün biz məhz bu sualın arxasınca düşəcəyik. Qədim Azərbaycanda feodalizm, yəni hər şeyin torpaq üzərində qurulduğu o yeni sosial-iqtisadi sistem necə yarandı? Gəlin birlikdə araşdıraq. Yaxşı, gəlin görək yol xəritəmizdə nələr var. İlk olaraq, feodalizm nədir? Buna bir aydınlıq gətirək. Sonra bu dəyişikliyin ilk qığılcımlarının haradan gəldiyinə baxacağıq. Əlbəttə, hər şeyi alt-üst edən o böyük dönüş nöqtəsi Sasanilər dövrü var və sonda torpağın necə yeni güc mərkəzinə çevrildiyini və cəmiyyəti A-dan Z-yə necə dəyişdirdiyini analiz edəcək. Yaxşı, başlayaq təməldən. Feodalizm dediyimiz şey əslində nədir? Bu sistem cəmiyyətin necə qururdu? Deməli, əsas məsələ budur. Torpaq. O artıq sadəcə əkin-biçin yeri deyildi. Yox, o hər şeyin açarı idi. Təsəvvür edin, sizin sərvətiniz, gücünüz, cəmiyyətdəki yeriniz, hər şey, amma hər şey, birbaşa nə qədər torpağınızın olub-olmamasından asılı idi. Hə, bu da bizi gətirir əsas sualımıza. Yaxşı, bəs necə oldu ki, o köhnə, hamının birlikdə yaşadığı icma quruluşu birdən-birə yox oldu və yerini torpaq sahibliyinə əsaslanan bu tamamilə fərqli sistemə verdi? Bu qədər böyük bir dəyişikliyin arxasında nə dayanırdı? Təbii ki, belə bir dəyişiklik bir gecədə baş vermir. Gəlin biraz geriyə, zamanla səyahət edək. Çünki bu böyük dəyişikliyin toxumları, o ilk cücərtiləri biz düşündüyümüzdən də qədimə gedib çıxır. Hekayənin köklərini tapmaq üçün təsəvvür edin. Düz son Tunc dövrünə, yəni təxminən 3000 il əvvələ getməliyik. Bax, məhz o dövrdə köhnə, bərabərliyə əsaslanan icma sisteminin bünövrəsində ilk çatlar əmələ gəlməyə başlamışdı. Baxın, arxeoloji qazıntılar bizə sanki o dövrdən danışır. Nə deyir? Deyir ki, artıq insanlar bərabər deyil. Cəmiyyətdə peşəkar sənətkarlar, tacirlər kimi yeni-yeni qruplar yaranıb. Amma ən bariz, ən tutarlı sübut kurqanlardır, o dövrün qəbir abidələri. Bəzi məzarlar ağzına qədər qiymətli əşyalarla dolu, digərləri isə bomboş. Bu nə deməkdir? Bu, varlı kasab bölgüsünün artıq formalaşdığının, cəmiyyətin təbəqələşdiyinin canlı sübutudur. Düzdür, bu bərabərsizlik cəmiyyətin içində bir gərginlik yaradırdı. Amma köhnə sistemi tamamilə söküb atmaq üçün, bunun üçün daha böyük, daha güclü bir təkan lazım idi. Və o təkan artıq üfüqdə görünürdü. Və budur, həlledici məqam. Baxın, eramızın 3-cü əsri. Sasanilər imperiyası səhnəyə çıxır və bütün oyunu dəyişir. Bu, sadəcə bir hərbi işğal deyildi, qətiyyən. Bu, köhnə Atropatena və Albaniya dövlətlərinin bütün sosial-iqtisadi sistemini yerlə yeksan edən, feodalizmə gedən yolun qapılarını taybatay açan bir zəlzələ idi. Yaxşı, deməli Sasanilər gəldi, köhnə sistemi dağıtdı, bəs yerinə nə qoydular? Bu yeni sistemin ürəyi, mərkəzi nə idi? Güc artıq kimin əlində idi? Cavab tək bir kəlmə idi: torpaq. Bütün güc, bütün hakimiyyət torpağa nəzarətdən gəlirdi. Çox sadə bir qayda var idi. Torpağa sahibsənsə, deməli insanlara da sahibsən. Bu cədvəl əslində sistemin necə işlədiyini mükəmməl izah edir. Baxın, torpaqlar bir neçə növə bölünmüşdü. Divan torpaqları birbaşa dövlətin, yəni şahın idi. Mülk isə nəsildən nəslə keçən feodalların şəxsi mülkiyyəti idi. Vəqf torpaqları var idi ki, bunlar dini idarələrə verilirdi və vergidən azad idi. İqta isə hərbi xidmətə görə müvəqqəti verilən torpaqlar idi. Hətta biraz da olsa kəndlilərin birgə istifadə etdiyi köhnə icma torpaqları da qalmışdı. Gördüyünüz bu bölgü əslində gücün yeni xəritəsi idi. Əlbəttə, torpağı belə böləndə cəmiyyətin özü də bölünür. Özü də çox sərt şəkildə. Gəlin indi o dövrün sosial piramidasına baxaq, görək kim harda dayanırdı. Piramidanın ən yuxarısında, zirvədə, əlbəttə ki, torpaq sahibi olan feodallar dayanırdı. Əsl hakimiyyət onların əlində idi. Onlardan bir pillə aşağıda vəqf torpaqlarını idarə edən və böyük dini nüfuza malik olan ruhanilər gəlirdi. Bəs bu piramidanın bünövrəsi, bütün ağırlığı çinlərində daşıyanlar kimlər idi? Onlar əhalinin böyük əksəriyyəti, yəni işlədikləri torpağa bağlı olan aslı kəndlilər idi. Beləliklə, gəlin bir yekun vuraq. Sasanilərin gəlişi sadəcə bir hakimiyyət dəyişikliyi olmadı. Bu, Azərbaycan cəmiyyətinin DNT-sini dəyişdirən, onu gələcək əsrlər boyu müəyyən edəcək yeni bir feodal nizamının təməlini qoyan əsl mənada tarixi bir inqilab idi. Və bütün bunlar bizi son, amma bəlkə də ən vacib suala gətirib çıxarır. Torpaq və hakimiyyət bölgüsü üzərində qurulan bu sistem Azərbaycanın sonraki minillik tarixini necə şəkilləndirdi? Necə oldu ki, bu təməllər üzərində yeni dövlətlər, yeni mədəniyyətlər, yeni müharibələr yarandı?
Unutmayın, feodalizmin yaranması bir hekayenin sonu değildi. Bu əslində yüzilliklər boyu davam edəcək tamamilə yeni bir dastanın ilk səhifəsi idi.